Niva həvəskarları üçün 2003-cü ilin 60 Kuzası. Salam dostlar, Nicat Xaç kanalıma xoş gəlibsiniz. Mən Nicat. Bugün yenə maşın bazarındayıq. Maraqlı maşınları çəkib sizə göstərməyə çalışacağım bugün. Keçək videomuza. Mercedes A-Class. Keçən video soruşmuşdunuz. 2002-ci il 1.6 motor. Prosta bu long variantıdır. Kondisioneri də var. Salonu belədir. Long variantdır. Qapısının zoomuna baxın. Arxası da belə genişdir. Sahibinin dediyinə görə avtomobildə heç bir problem yoxdur. 6200 manata deyilir. Əlaqə nömrədə zəhmət olmazsa. 077 351 72 00. Niva həvəskarları üçün 2018-ci ilin Nivası 111.000 kilometr yürüyüş. Avtomobildə boya yoxdur sahibinin dediyinə görə və heç bir problem yoxdur. Belə bir səliqəli salonu var. Qeyd edirəm, avtomobilimiz 2018-ci ildir. Kolonkalar da var. Qiymət 15.500 manat deyilir. Əlaqə nömrəsini deyin zəhmət olmazsa. 010 378 90 42. 99-cu il 39 Kuza BMW 2.5 motor qoşa vanus. Sahibinin dediyinə görə heç bir problem yoxdur avtomobildə. Salonu ilə sizə tanış edeyim. Kondisioner var və işləyir. Salonu bu formadadır. F10 ruluna. Doqquz 9500 manata deyilir. Nə problemi çıxsa sahibi qarşılayacaq. Nömrəni deyərdiniz. 077 742 43 42. 2002-ci il W200 Kuza Mercedes Benz 2.4 motor V-Abraz dediyimiz V şəkilli 6 silindirli motordur. Salonu ilə də sizə tanış edeyim. Belə bir şeylər gətirmişəm sənə. 3 manatda deyil. Göreyim. Necəsən? Video çəksən? Hə, heç nə. Çək. Allah bazarı versin. Qiymət 9000 deyilir. Sahibinin verdiyi məlumata görə avtomobildə heç bir problem yoxdur. Nol 70 611 73 77. 2003-cü ilin 60 Kuzası 3 motor. Sahibinin verdiyi məlumata görə avtomobildə heç bir problem yoxdur. Belə bir salonu var, cırığı söküyü yoxdur.
Qiymət 13.000-ə deyilir. Nömrəsində zəhmət olmaz. 099 102 73 03. Sən Bugün biraz fərqli olsun deyə BMW-lərdə çəkirəm. Sözü keçən videoda çəkmişdim. Sadəcə fərqli kuzoları çəkməyə çalışıram. Keçən videoda göstərmədiyim modelləri. Təkcə BMW o digər modelləri də axtarıram, fərqli modellər. Kia Picanto 2014-cü il, 1 motor. Avtomat korobka. Salonu belədir. Əsasən xanım izləyicilərimiz çox soruşur bu markanı, modeli daha doğrusu. Öyle derim, çəkim göstərim. Sahibinin verdiyi məlumata görə avtomobildə heç bir problem yoxdur. Qiymət 12.500 manat deyilir. Əlaqə nömrəsini deyərdiniz. 050 640 1044. Bu 85-ci il, Vaz 2106. Belə bir vəziyyətdədir. $2500 manata deyilir. Allah uzun versin Aziz. 055 469 90 90. Belə çəkməyə maşın var, modellər də var. Prosta hər maşının sahibi razılaşmır deyə çəkilişə istiqanlı baxmır deyə mən də çox söyləmirəm. 2010-cu il Honda Insight 1.3 motor. Salonu da belə vəziyyətdədir. Avtomobilin sahibinin verdiyi məlumata görə heç bir problem yoxdur maşında. 10.500 manata deyilir. Nol 77 574 54 78. Bazar olsun. Hava çox qəribədir bugün. Tutmaq olmur, istidir ya soyuqdur. 2009-cu il W211 Kuza Panorama 2006-cı il 2.2 CDI motor. Avtomobili belə bir vəziyyətdədir. Salonu sizə tanış edeyim. Qara salondur. Avtomobilin sahibinin dediyinə görə avtomobilin kondisionerin kompresoru işləmir, mostunda uğultu səsi var. Cüzi. 13.900 manata deyilir. Nol 99 347 27 47. Deməli dostlar, bugünkü videomuzda belə idi. Əgər belə videoları bəyənirsinizsə, bu videoya like atıb kanala abunə olmağı unutmayın və şərhlərdə öz fikirlərinizi yazın və hansı marka model görmək istəyirsiniz yazın şərh bölməsində. Təşəkkürlər.